Prezident təsdiqlədi. Aprelin 1-dən qüvvəyə minəcək. Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılmasına görə cərimələr müəyyənləşib. Təbii ki, istinad edirəm oxu24.com-a. Təbii ki, xəbəri oxu24.com verir. Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqlənməsi ilə mümkün olub. Dəyişikliyə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müşahidə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manata qədər cərimə ediləcəklər. Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.